qorxularımızla üzləşmək, onların üstünə getmək, onlardan qurtulmağa kömək edir, yoxsa vəziyyəti daha da pisləşdirir? Bu bir qədər mübahisəli məsələdir. Qorxularımızla üzləşmək, yəni onların üstünə getmək bəzən psixoloji sağlamlıq üçün vacibdir. Amma bunun vaxtı və üsulu da çox önəmlidir. Bəs nə zaman faydalı ola bilər? Qorxu real təhlükəli deyilsə, əgər qorxunuz sizin həyatı təhlükənizə səbəb olmursa, məsələn, ictimaiyyət qarşısında çıxış qorxusu, uçmaq qorxusu, bu zaman onu mərhələli şəkildə üzləşərək azalda bilərsiniz. Həmçinin psixoloji və fiziki hazırlığınız varsa, yəni sosial fobiya ilə mübarizə aparırsınızsa, əvvəlcə kiçik sosial qruplarla danışmağa başlamaq olar. Həmçinin dəstək və resurslar mövcuddursa, yəni psixoloq, dost dəstəyi və ya mərhələli metodlar ilə qorxular daha təhlükəsiz şəkildə aşıla bilər. Həmçinin qorxu həyatınızı məhdudlaşdırırsa, əgər qorxu gündəlik fəaliyyətinizə mane olursa, onu tədricən üzləşərək idarə etmək olar. Bəzi hallarda isə qorxularla üzləşmək təhlükəli və faydasızdır. Əgər qorxu real və yaxın təhlükə ilə bağlıdırsa, məsələn, hündürlük qorxusu ilə təhlükəli platformada olmaq, bu halda qorxunun üstünə getmək həyati risk yarada bilər. Həmçinin psixoloji vəziyyət stabil deyilsə, depressiya, ağır panik atak və ya psixoz kimi vəziyyətlərdə qorxunun üzərinə getmək əlamət travma səbəb ola bilər. Həmçinin dəstək və resurslar yoxdursa, bəzən qorxu ilə tək başına üzləşmək, xüsusilə fobiyalar və travma sonrası qorxularda vəziyyəti daha da pisləşdirə bilər.